Salam əziz izləyicilər. Tez-tez rast gəlinən bir zədələnmə var. Heç bir xəta kodu çıxmır paltar yuyan maşınlarda. İşə düşür, işləyir, proqram yarımçıq qalır. Bu bir çox səbəblərdən ola bilər. Mən güman elədiyim bir neçə səbəbi sizə deyim, bəlkə köməyinizə çatdı. Bu bir ola bilər pressostatdan, pressostat düzgün işləmir deyə ola bilər. Və bütün zədələnmələrdə əslində xəta kodu çıxmalıdır, amma təcrübə göstərir ki, çıxmaya bilir. Ola bilər pompadan, bəzi maşınlarda qurutması olan maşınlarda 2 pompa var. Pompanın problemi ola bilər. Ola bilər motorun problemidir. Orada hol datçiki deyilən yaxud taxometr deyilən bir hissə var. O xarab olanda bu qarşıya çıxa bilir. Ola bilər beyindən. Beyində baxırsınız, hansı mərhələdə dayanıbdır və həmin mərhələdə nə işə düşməlidir. Məsələn, bu paltar yuyan o mərhələdə dayanır ki, baraban əksinə fırlanmalıdır. Fırlanmır. Deməli, bu hardasa revers dövrəsində olmalıdır. Barabanı əksinə fırlatmaq üçün 2 dənə relay üzərində qurulur və o relaylər də işləyir mikroprosesordan gələn siqnalla. O siqnal da gəlir müqamətlərdən, tranzistorlardan keçir, gəlir dolağına. Dolağa gəlib çıxır. Bu dövrəni izləmək lazımdır. Deməli, baxırıq reləyə, kontaktlarını yoxlayırıq, sonra sarğısı, releyin sarğısını yoxlayırıq, abır və ölçü. Ondan sonra o sarğıya gələn cığır ki var, elektrik cığırı. O cığır üzrə gedirik, qarşıya çıxan ULN deyilən zborxadır, yaxud tranzistordur. Onu da yoxlayırıq və ta ki mikroprosesora qədər. Allah eləməsin ki, mikroprosesorun özündən olsun, o artıq çətin məsələdir. Bəzən çox vaxt proqram yazmaq lazım olur, filan fəsməkan çətin işdir. Bunları yoxlamaqla siz ola bilsin ki, aradan qaldıra bilərsiniz. Sağ olun, sağlıqla qalın.